Akademik İsmail İbrahimov ilk Azərbaycanlı informatik alimdir. Hazırki dövrü informasiya texnologiyaları olmadan təsəvvür edə bilmirik. Son zamanlar süni intellekt də həyatımıza daxil olub. İnformasiya texnologiyalarının ölkəmizdə inkişafından danışsaq, bir adı mütləq çəkməliyik. Akademik İsmail İbrahimovu nəzərdə tuturam. O, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunudur. İsmail İbrahimov universitetin nəzarət ölçü cihazları və avtomatika ixtisasını bitirib. Yeri gəlmişkən İsmail bəy bu sahə üzrə təhsil almış ilk Azərbaycanlıdır. O, həm də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində nəzarət ölçü cihazları və avtomatikadan dərs keçən ilk həmyerlimiz kimi tarixə keçib. Bir faktı da qeyd edim ki, İsmail müəllim daha sonra burada rektorluğa qədər yüksəlməyi də bacarıb. Onun barəsində danışanda İsmail bəyin ilk Azərbaycanlı informatik alim olduğu xüsusi vurğulanır. Belə ki, İsmail İbrahimov ölkəmizdə informasiya texnologiyaları institutunun yaradılmasında iştirak edib. O, idarə etmə və informasiya sistemlərinin hazırlanması və tətbiqi adlı işinə görə elm və texnika sahəsində SSR dövlət mükafatına layiq görülüb. Alim neft kimya emal qurğularının sxemlərinin hazırlanmasında da önəmli pay sahibi olub. Akademikin tədqiqatları ölkəmizin iqtisadiyyatına birbaşa təsir edib. İsmail İbrahimov haqqında danışarkən deyilir ki, o həqiqətən də Azərbaycanı neft akademiyasına çevirən şəxslərdən biridir. Görkəmli alim bir müddət yüksək dövlət vəzifələrində də çalışıb. O 1970-78-ci illərdə Nazirlər Soveti sədrinin birinci müavini olub. Akademik İsmail İbrahimov 2016-cı ilin iyul ayında 100 yaşında dünyasını dəyişib. Qeyd edim ki, İsmail İbrahimov mən institutda oxuyarkən mənim də rektorum olub.